Yuri Gagarinin uçuşu cəmi 108 dəqiqə çəkmişdi. Amma bu 108 dəqiqə bütün tarixdə insanlığın ən həyəcanlı anlarından biri idi. Bu an yer kürəsi ilk dəfə öz övladını kosmosa göndərirdi. Amma heç kim o səfərin necə bitəcəyini bilmirdi. Vostok 1 plan üzrə 181-327 kilometr yüksəklikdə orbitə çıxmalı idi. Lakin raket planlaşdırılandan bir qədər artıq güclə işlədiyindən 367 kilometrə qədər qalxdı. Bu fərq o demək idi ki, əgər əyləc sistemi işə düşməsəydi, Gagarin 10 gün orbitdə qala bilərdi. Bu təhlükə əvvəlcədən nəzərə alınmışdı və raketə bu səbəbdən 10 günlük ərzaq və oksigen ehtiyatı yüklənmişdi. Bir səhv, bir siqnal gecikməsi, bir sistem xətası isə insanlıq tarixinin ilk kosmonavtının həyatına son qoya bilərdi. Ən gərgin an eniş zamanı baş verir. Əyləclər işə düşür, lakin aparatın aşağı hissəsi ayrılmır. Gagarin hiss edirdi ki, kapsul silkələnir, fırlanır, bədənini kresloya sıxır, alov pəncərələrdən dəhşətli dərəcədə parlayır. O sonradan xatırlayırdı. Sanki bütün kainat yanırdı. Mən isə o alovun içində idim. Hər an raket dağılaraq yanmağa başlaya bilərdi. 10 dəqiqəlik kabusdan sonra kabellər yanır, hissələr ayrılır və gəmi düz istiqamət alır. Gagarin nəhayət rahat nəfəs alır, amma təhlükə hələ bitməmişdi. Kapsulun yerə sərt çırpılma riski vardı. Buna görə o planlaşdırıldığı kimi 7 kilometr yüksəklikdə paraşütlə kapsuldan ayrılır və yerə doğru minlərlə metrlik boşluqdan enir. Nəhayət o Saratov vilayətində Zmelovka kəndi yaxınlığında yerə enir. Yerli kəndlilər onu ilk anda yad planetli və ya təyyarə qəzasından sağ qalan biri hesab etdilər.